Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Avtovağzal metrosuna yaxın ərazidə, gözəl bir yerdə, məsafə və Avtovağzal metrosundan 5 dəqiqəlik məsafədə 3 otaqlı, tam təmirli, gir-yaşa vəziyyətində olan bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izlin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdıran bu evin həyəti olmasa, yüngülvari var, burada paltar sərmək üçün belə bir həyəti var. Gördüyünüz kimi bura giriş hissəsi də əl qapısıdır. Demək, ev tam təmiri vəziyyətdədir. Daxil oluruq buradan evin içinə, yəni bunu nəzərinizə çatdırım ki, döşəmələri istifuldur. Girən kimi belə bizi güzgü qarşılayır. Gördüyünüz kimi də bax, buradan da belə giriş hissəsidir. Bax, belə arka ilə. Ev tam hazır vəziyyətdə təmiri bir evdir. Gördüyünüz kimi də buradan daxil oluruq. Bura zala giririk. Yəni dəhlizdən girəndən sonra burada da bir dənə ayrıca bir dəhlizlə rastlaşırıq. Dəhlizlə üzbəyüz mətbəxdir. Mətbəx mebelləri bütün o evlərin olduğu kimi evin içində qalır. Kombi sistemləri evin üstündə qalır. Gördüyünüz kimi də evin təmirli, səliqəli, səhmanlı bir evdir. Demək, burada sağ tərəfdə, demək, hörmətli izləyicilər, bir qonaq yataq otağıdır. Yataq otağı da hardasa 14-15 kvadrat olar. Buranın da təmiri qaydasındadır. Gördüyünüz kimi də genişliyi göz qabağında. Burada da yenə bir uşaq otağıdır. Bu da hardasa 12-14 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərq eləyər. Demək, buradan keçəndə də hörmətli izləyicilər, uşaq otağından da buradan balkona keçirik. Demək, keçən kimi burada da bir balkonu var. Bu bina evi deyil, hörmətli izləyicilər. Demək, şəxsi bitişli olub 3 mərtəbə fason tikili. Birinci mərtəbəsi bu ev sahibinə aiddir. Buradan da görürsünüz, biz belə həyətə baxır, işıqlı balkonuzadır, qaydasındadır. Burada balkon hissəsidir. Paşlı ilə bir bina evi kimi bir şeydir, amma bina evi deyil. Yəni, bunu nəzərinizə çatdırın. Keçirik buradan. Uşaq otaqda hardasa 12 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərq eləyər. Mətbəxi də qoy bir dənə ətraflı buradan belə də çəkim, diqqətlə baxın. Mətbəx də belə, gördüyünüz kimi təmirli, səliqəli, səhmanlı bir evdir. Sonra burada qalıb, demək, sanuzeldir. Sanuzeldə gördüyünüz kimi təmiri qaydasında. Yenə qeyd edirəm, Avtovağzal metrosuna 5 dəqiqəlik məsafədə yerləşir, gözəl bir yerdə yerləşir. Yenə də bu otaqda bir də çəkirəm, ətraflı baxın. Ara kəsmələri də özü də qoşadır. Yəni, orada da qoşadır. Yəni, ev həqiqətən keyfiyyətli evdir. Evdə bir dənə çat yox, bir şey yox. Həmişə qaydasındadır. Burada yenə də keçirik qonaq otağına. Təmir, gözəl, sərgəli, döşəmələri istipoldur buradan. Yəni, evin təmiri, hər şey qaydasında. Yeri də gözəl yerdir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil oluruq. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 105 min start qiymətdir. Real alıcısı endirim olmağına birbaşa sahibi ilə danışacaqsınız. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.